Qarabağ 3 günün içində həm göyün 7-ci qatına qalxdı, həm də oradan sürətlə yerə çırpıldı. Baxın, futbol bu qədər amansızdır. Almaniya Eintrachtına Bakıda dərs keçən kəhər atlar outsider kəpəz sınağından baş-aşağı ayrılmalı oldu. Öncə Neftçiyə lazım olmadığı üçün Gəncə klubuna göndərilən Ohori uzaq məsafədən topu tora qovuşdurdu. İkinci qolu isə qış fasiləsində Azər Bağırovun hücumçuya çevirdiyi müdafiəçi Ehtiram Şahverdiyev vurdu. Hər iki qolu da baxımlı edən zərbə müəlliflərindən çox Fabian Buntic'in çərçivədəki acizanə reaksiyaları oldu. Reaksiya da nə reaksiya? 2025-ci ili Qəbələdə yol verdiyi kobud xəta ilə başa vuran Kiper bənzər sərflərlə 2026-ya salam verdi. Almaniya əsilli Xorvatiyalı yeni klub barədə indidən düşünə bilər. O Koxalisk ilə nəinki rəqabət aparmaq, heç kölgəsində də qalmağa layiq deyil. Buntic'in kölgədə qalması isə kəpəzin qələbəsinə kölgə sala bilməz. Qərb təmsilçisi 90 dəqiqə döyüşdü, mübarizə apardı və layiqli qələbə qazandı. Azər Bağırova əhsən düşür. Qurban Qurbanov da oyundan sonra rəqibin layiqli qələbəsini qeyd etməklə həmkarının layiq olduğu qiymətini vermiş oldu. Növbəti dəfə aydın oldu ki, niyə Sami Maye yox, Bəhlul Mustafazadə, Kouakou yox, Vikalio əsas heyətdə meydana çıxır. Qarabağ ikinci heyətlə meydana çıxmışdı. Abdullah Zubir, Johnny Montiel sifariş vərəqəsində belə yer almamışdı. Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Koxaliski, Mateus Silva sona qədər ehtiyatda qaldı. Oyunçuların fikirləri Enfield Road'da, ruhları isə Azərsun Arenada dolaşırdı. Bütün bunlar məğlubiyyətə səbəb göstərilə bilər, amma bəraətə yenə yer qoymur. Azarkeşlər Avrokuboklardakı çıxışına görə Qarabağı bağışladı, amma sabah qəti bu cür düşünmür. Daha qətiyyətlə, daha inamla zirvədə yerini möhkəmləndirməkdədir. Artıq aradakı xal fərqi 4 rəqəmi ilə ifadə olunur. Dəyərli izləyicilərimiz, sizin də fikirləriniz maraqlıdır. Qarabağ niyə Kəpəzə məğlub oldu? Sabahı lider kürsüsündən salmaq mümkün olacaqmı? Şərhlərinizi rəy bölümündə yazın.